Əli əleyhissalam o imam idi ki, dedilər evdə günah eləyirlər, gözünü bağladı, girdi evə, dedi mən bu evdə günahkar görmədim. Əli əleyhissalam o imam idi ki, xutbə oxuyurdu məsciddə, dururdular cəmaatın içindən xəvaric, ən ağır sözlərlə Həzrət Əlini təhqir edirdilər, xəlifə idi, deyirdi, işiniz olmasın onlarla. Onları azad bırakın. Onlardan %1'ini Muaviyə desəydilər, Muaviyə başlarını kəsərdi. Əli əleyhissalam o qədər ağa idi, o qədər fəzillə davranırdı ki, Beytülmala varlı adamlar gəlmişdi artıq pul verməyə. Əli əleyhissalam dedi, Beytülmal fəqir deyil, özünüzə xərcləyin. Başqaları malını qarət edirdisə cəmaatın, Əli əleyhissalam artığını qaytarırdı ki, çox düşüb aparın kimə istəyirsiniz verin. Əli əleyhissalam bir öz günahını etiraf eləyəndə deyirdi ki, inşallah ki günah eləməmsən, get tövbə elə, cəza istəyirdi. Deyirdi, mən məsələn zina eləmişəm, mənə cəza ver. Həzrət Əli eşitməməzliyə vururdu. Deyirdi, yəqin ki səhv eləyirsən, get 4 dəfə etiraf eləsə cəza verməlidir. O birilər tələsirdi ondan qabaq, tələsirdilər cəzalandırmağa. Əli əleyhissalam belə idi.